Şəki şəhər icra hakimiyyətinin sabiq şöbə müdiri Tural Məmmədov həbs edilib. Doğru Xəbər Azərbaycan bildirir ki, məmur şəhid ailələri və qazilərə qarşı dələduzluq əməli törətməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılaraq həbs olunub. Şikayətçilər bildiriblər ki, Tural Məmmədov bir neçə nəfərə ev, maşın və torpaq sahəsinin veriləcəyini vəd edib və bunun müqabilində müxtəlif məbləğlərdə pul vəsaiti alıb. Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci dələduzluq maddəsi ilə başlanmış işin istintaqı davam etdirilir. Şəhid ailələri və qazilərə dəymiş zərərin ödənilməsi istiqamətində tədbirlər görülür. Qeyd edək ki, Tural Məmmədov özü də Vətən Müharibəsi qazisidir. O 2021-ci ildən İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində işləyib. Şəki şəhər icra hakimiyyətindən isə bildirilib ki, Tural Məmmədov bir müddət əvvəl vəzifəsindən azad olunub.